bir tədbirimiz olacaq. İlk öncə mən həmişə deyirəm, yenə də deyirəm ki, insan özü brend olmalıdır və manipulyasiyanın bir növü də odur ki, bahalıdırsa, deməli yaxşıdır. İnsanlar buna da allanırlar. Yəni Bahalıdırsa gündəmdə yaxşıdır. olan mövzuların biri də budur. Məsələn, yeniyetmələr, ananın evdə pulu yoxdur, atanın qazancı 500 manatdır. Deyir, mənim rəfiqəm son zəngə gedir. Məsələn, gündəmdə olan problemi deyim, son zəngə bunlar tədbirə gedəcək, filankəsin anası 1000 manat alıb, sən də 1000 manat almalısan. Yəni, valideynlər də övladlarına, ümumiyyətlə biz də cəmiyyət olaraq məqsədimiz budur ki, biz özümüz brend olmalıyıq. Uşaqlarımıza da, məsələn, mən oğluma hər dəfə deyirəm ki, öz oğluma, 17 yaşı var, deyirəm, sən əgər özün brend olmasan, sənin geyindiyin heç bir paltar sənə yaraşmayacaq. Brend nədir? Bizim özgüvənimizdir, bizim duruşumuzdur, bizim görkəmimizdir, bizim savadımızdır, bizim təhsilimizdir və s. O ki, qaldı, uşaq getdi, filan qiymətədir, mən bunu geyindim, deməli, mən yaxşıyam, mən daha hörmətli olacağım və s. Bunun özü də manipulyasiyanın bir növüdür. Ona görə də mən cəmiyyətə səslənirəm. Mən üzr istəyirəm. Dünən Cənubi Koreya ilə bağlı